Dostlar salam. Bu gün nə qarıb? Bu gün bir günümüzü Instagramda keçirdirik. Yəni maraqlı video oldu. Axıracan izləyib like atmağı unutmayın. Sevilirsiniz. Keçək videomuza. Gəl sən bu ufonu al. Vallah peşman olmazsan. Balamın canı üçün bu ufo beskraskadır. Yağı vaxtında dəyişilib. Bir problemi razdatkadır, o da düzələn şeydir. Razdaska dedi ki, nə nəzərdə tutur görəsən mənim maraqlı. Ən güclü həbsxana hansıdır? Divarları yoxdur, qapısı yoxdur, amma milyonlarla insanı içində saxlayır. Adı da ayıb olar. Mən mahnı oxumaq istəyirəm. Ayıb olar bu yaşda. Mən universiteti yenidən oxumaq istəyirəm. Ayıb olar bu yaşda. İndi tutdum temanı. Yəni nə demək istəyir? Məsələn, həbsxanadır, heç şey yoxdur, nə qapısı var, nə bir şey. Həbsxananın adı ayıb olardı. Məsələn, kimə gedib desəm, mı eləyəcəm, deyə ayıb olar. Yaşlısan isə. Hə, belə. Əgər yarım milyonluq Bentley logosunu uğurlamaq istəsəz, əlinizi logoya aparan kimi logo içəri gizlənir. Soruşsaz ki, logonu niyə uğurlayasan? Çünki qiymətinin azından çox 7000 manatdır. 500 minlik Bentley avtomobili kimyəvi təmizləmək üçün servisimizə müraciət edir. Çoxları elə bilir ki, oturacaqlar parıldayırsa təmiz olmağından parıldır. Əksinə kirli olmağındandır. Kimyəvi təmizləmə prosesinə nələr daxildir? Oturacaqlar çıxarılır, hava yolları və bagaj daxil bütün avtomobilin salonu təmizlənir, salon ozonlaşdırılır, mühərrik yuyulur və sonda detallı avtoyum olunub sahibinə ideal vəziyyətlər təqdim edilir. Premium və fərqli avtomobillərin tək seçimi Deluxe Pro-dur. Yolunuzu gözləyin. Zor maşında, Bentley zor maşındır. Baxın, figurası zadı. Maşallah. Babasıyla yaşadığı bir travmayı rap şarkısına dönüştüren adam. İşte Jack'in şarkı sözleri parçasını özetlemek gerekirse bunu söyleyebiliriz. Şarkı vurucu ve karanlık bir atmosferle başlıyor ve bir zaman sonra fark ediyoruz ki biz aslında Jack'in eski anılarından birinin içindeyiz. Jack arada sırada müziği çok eğlenceli kullansa da burada sanki şarkı bir terapi seansı gibi hissettiriyor. Parça boyunca aslında şu fikir. Mən bu Jack'i tanımıram. Yəni çox da bir bilgi verə bilməyəcəm. Keçək növbəti video. Türkmənistana 55 ildə od qoyulur. 1971-ci ildə Türkmənistanda qaz axtarışı zamanı krater çökür və ətrafa qaz yayılır. Mühəndislər deyir ki, gəl buna od vuraq, yanar sönər də. O yanar sönər, 55 ildir sönmür. Gəl izah elə. Mən izah eləyim də. Niyə görə sönmür? Qaz yerdir. Yerin altından qaz çıxır da. Yəni ona görə yəni sonsuz. Demək olar ki, sonsuz və 55 il yanırsa, yəni demək olar sonsuz. Keçək növbəti video. Bura Naxçıvandır, bəli dostlar. Beşiktaş'ın yeni transferi Leandro Trossard bu gece 20.30'da İstanbul'da olacak. İmkanı olan herkes karşılamaya gitsin. Bu transfere çok iyi bir kalabalık şart. Hangi havalimanı olacağıyla alakalı detayları yakında öğrenir, mutlaka tekrar paylaşırız. Beşiktaş'ın yeni transferi Leandro Trossard. Bu futbolçunun adını eşitmişəm. Yəni güclü futbolçu. Keçək növbəti video. İngilizce'de öyle bir fiil var ki 3 halde aynı şekilde yazılır ama farklı okunur. Bu fiil read. Birinci hali az önce duyduğunuz gibi read şeklinde okunur. İkinci ve üçüncü hali ise read şeklinde okunur. Ancak yazılışları şaka gibi olsa da read şeklinde yazılır. Peki şimdi size bir soru. Lead fiilinin çekimleri nasıldır? Yorumlara yazın. Doğru bilenlere bir sürprizim var. Bunun gibi... Mən bilmədim lead nədir? Lead. Yox, bilmədim. Keçək növbəti videoya. Allah hamıya nəsə versin belə ortamda olmaq. Salam aleykum. Təbii fəlakətdən sonra, sel sulardan sonra bugün bura gələ bildik. Bu da bizim əvvəlki arı qoymaq üçün təmizlədiyimiz yer. Elhamdülillah, arıdan gətirmə bir gün gecikdi. Görsən bu meşəyə nə üçün gəlib? Arı üçün yoxsa? Tez gətirsəydi arını burada bastırıb gedəsiydi. Orada üstdən aşağı əməli baş torpaq uçub gəlib. Oyda, torpaq sürüşməsinə baxın burada. Yerə. Hadi batır, indi batıb qalacağım burada. Vay, nə qədər palçıq var evdə. Nə qədər torpaq gəlib üstdən aşağı. Bunlar yağmur ormanlar. Dadı belə gedir, yağmur ormanlar. Allah qorusun. Bakı şəhəri Dövlət Yol Polis İdarəsinin keçmiş rəsmisi Polkovnik Vaqif Əsədov idarə etdiyi yeni avtomobili ilə bağlı ciddi problemlə üzləşib. Keçək. Kimi dindirirsən deyir sabah klubu maksimum konferans liqasına gedə bilər. Məgər onların gücü bu qədər azdır? Bu mövsüm ölkə çapında qabağına çıxanı əzib keçən bayquşları Çempionlar Liqası təsnifatında çətin rəqiblər gözləyir. Geridə qalan sabah Çempionlar Liqasına keçirdi. Qarabağ utdu axı. Qarabağ yəni 6 bilmirəm, Gizxanla belə düşdü onun arxasına. İkinci yerdə. İndi Çempionlar
Liqasını sabah oynayacaqdı. Görək nə qara biləcək. Sən imkan vermədilər də. Qarabağ, heç olmayan Qarabağın əlində nəsə oyunçusu da var idi. Amma sabahda heç sən yoxdu axı. Görək də inşallah nə qara biləcək. Bugün Braid W75'in kutusunu açacağız. Evet. Aldığım W75'in kutusunu açacağız. Reklam değildi. Kendi paramla aldım. Ama Braid sponsor olmak isterse olabilir. Ve ben de isterim yani. Braid W75'ten bahsedecek olursak. İlk başta kutu açılışı yapalım. Şöyle bir kutuda geliyor. Premium hissettiriyor. İlk saniye ben bunu çıkartıp geliyorum. Geldim. İlk baş editteki ben sesleniyorum. Türkçe K-Caps takımı var. Bir de multimedya tuşu var. Ses açma kapama ve basınca komple kapama şey var. Bu kutudan ilk başta aç artık aç. Ne kadar zor olabilir bir kutu açmak. Editten ben sesleniyorum. Ya. Açtım. İlk başta 3 tane yedek Braid Pro, Braid'in kendi switch çıkıyor. Bir de switch ve tuş çıkıyor. Böyle. Ve bir tane böyle örgü bir Bu klaviatura var, W75 klaviaturası. Belə deyim, bəlkə başa düşərsiniz. Yəni zor klaviaturadır. Hədəfim inşallah kompüter yığanda W75-dən almaqdır. kablo çıkıyor. Bunu açmayacağım çünkü bende şu kablo var. İlk saniye hemen bağlayıp geliyorum. Özelliklerinden bahsedeceğim. Evet, devam ediyoruz. Klaviaturanın gözəlliyini oxuyun. Şimdi şeyinden bahsedecek olursak böyle. Nəysə dostlar, yəni şahtıqla işləsin deyə keçən növbəti videoya. Keşfet'in seni bu videoya getirdiyse büyük ihtimalle henüz takipleşmiyoruz ama ortak bir yönümüz var: bilgisayar donanımları. Burada sana sistem toplarken yapılan hataları, bileşen kıyaslamalarını ve kimsenin bahsetmediği teknik detayları en basit dille anlatıyorum. En önemlisi de yorumlarda sürekli kendi aramızda fikir alışverişi yapıyor, en mantıklı olanı birlikte bulmaya çalışıyoruz. Bilgisayarını fişe takıp kullanan sıradan bir kullanıcı olmak istemiyorsan profilime göz atmanı tavsiye ederim. İçeride görüşmek üzere. Səhifəsini reklam edeyim. Videoda izləyim, elə söndürərəm. Söndürərək neydi? Bağlayarıq da video. Bum var, bum. Bizim nə görə 1 manat yağışda şeydir ki, 1 manat. Nəysə dostlar, videomuzu burada qutaraq. Videomuz buraya qədər idi. İnşallah gələcəkdəki videolarda görüşərik. Sağ olun, salamat qalın. Sevilirsiniz. Bay bay.